Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün milli mətbəximizdən çox dadlı, ləzzətli, qatları tək-tək bilinən, ağızda əriyən paxlava hazırlayıram. İlk öncə şərbəti hazırlayıram. Qazancanı ocağa yerləşdirib, içərisinə 2 stəkan şəkər tozu və 1 stəkan su əlavə edib qarışdırıram. Qaynara düşdüyü zaman çay qaşığının ucunda azca limon tozu əlavə edib, 1-5 dəqiqə qaynatdıqdan sonra ocağı söndürürəm. 1 stəkan ilıq südə 1 yemək qaşığı şəkər tozu, yarım çay qaşığı maya əlavə edib qarışdırıb mayanın çalışması üçün 10 dəqiqə gözləyirəm. Südün üzəri köpükləşibsə, demək ki maya aktivləşib. Yoğurma qabına 600 qram un, 2 ədəd yumurta, 100 qram ərinmiş kərə yağı, 1 çimdik duz, 1 bağlama vanilin, 100 qram xama, mayalı südü və 1 yemək qaşığı üzüm və ya alma sirkəsi əlavə edib yumuşaq, ələ yapışmayan xəmiri yoğururam. Reseptin dəqiq miqdarını videonun alt bölümündə qeyd edəcəm. Ələ yapışmayan yumuşaq, elastik xəmir alınır. Xəmirin üzərini streçlə örtüb 20-25 dəqiqə dinlənməyə qoyuram. Keçirəm içliyini hazırlamağa. 500 qram quzu qoz çəkən maşından keçirdib, üzərinə 300 qram şəkər tozu və 1 qaşıq üyüdülmüş hil əlavə edib qarışdırıram. İçlik hazırdır. 25 dəqiqə keçdikdən sonra xəmiri artıq kündələyirəm. 2 ədəd böyük kündə tuturam. Üzəri üçün 250, alt hissəsi üçün isə 200 qram. Yerdə qalan xəmiri isə hər biri 65 qram olmaqla 10 ədəd kündə tuturam. Ümumilikdə 12 kündə olmuş olur. Xəmiri kündələdikdən sonra üzərini salafanla örtüb daha 10 dəqiqə dinlənməyə qoyuram. Bu arada soba listindən bir miqdar kərə yağı əlavə edib əlimlə hər tərəfinə yayıram. Sonra 350 qram kərə yağını əridib ayranını çıxardıram. Süzgəcdən süzüb qoyuram bir qırağa. Gündələr dincəldi. Artıq xəmiri yayıram. Ehtiyac olduqda 10 səpərək xəmiri bacardığım qədər nazik yayıram. Yağladığım soba listinə yerləşdirirəm. İlk qatına sadəcə yağ vururam. İkinci qatından artıq yağlayaraq içlik səpirəm. Sonuncu xəmiri də üzərinə qoymamışdan öncə çəngəllə dəliklər açıram. Sonra üzərini də yaxşı basıram ki, içərisində hava qalmasın. Üzərinin parlaq və gözəl olması üçün 1 ədəd bütöv yumurtanı və 1 yumurtanın sarısı, 1 qaşıq duru yağı əlavə edib sürtkəcdən keçirdirəm. Xəmiri dilimləyirəm. Hazırladığım qarışımı xəmirin üzərinə çəkirəm. Son olaraq xəmirin ortasına qoz ləpəsi yerləşdirirəm. Sizlər bunu badam və ya fındıqla da əvəz edə bilərsiniz. Xəmiri əvvəlcədən 165 dərəcə alt rejimdə qızdırdığım sobaya yerləşdirirəm. Üzəri yaxşı qızarana qədər bişirirəm. Sobadan çıxartdığım qaynar paxlavaya ilıq şərbəti əlavə edirəm.
Şərbəti tamam çəkdikdən sonra servis edirəm. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Göz haqqınızı halal edin. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənib şərt bölməsində şərtlərinizi yazmağı unutmayın. Hələlik.